üzərimizdə əziyyət olan bütün müəllimlərimizi salamlayıram. Hər kəsi salamlayıram. Bugün burada bir şəhid övladı kimi çıxış etməyimdə mənə dəstək göstərən hörmətli məktəbimizin direktoru Qədir müəllim başda olmaqla bütün pedaqoji kollektivə, şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğıya görə təşəkkürümü bildirirəm. 11 il bundan öncəyə qaydaq, atam şəhid mayor Ramil Ağayevin əlimdən tutub məktəbə gətirdiyi ilk gün dediyi sözlər hələ də xatirimdədir. İnşallah Zəhra balam 11 ili bitirəcək, atasının qızı məktəbə qəbul olacaq, ali məktəbə qəbul olacaq. Bugün həmin gündür, bugün məktəbi bitirirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək, artıq bütövlənən, şəhidlərimizin bizə əmanət qoyduğu, artıq bütövlənən Azərbaycanımızda, üçrəngi bayraq altında xoşbəxt və firavan gələcək arzu edirəm. Sözlərimi bir-iki bəndə yazdığım şeirimlə bitirmək istəyirəm. Bugün son dərsimin zəngi çalınır. Hər kəsi fəxrlə təbrik edirəm mən. Bugün son dərsimin zəngi çalınır. Hər kəsi mən təbrik edirəm ata. Bir də bağışlayın, həyecanlıyam ona görə. İcazənizlə təkrar başlamaq istəyirəm. Bugün son dərsimin zəngi çalınır. Hər kəsi mən təbrik edirəm ata. Ruhum başımızın üzərindədir. Məktəbi bitirib gedirəm ata. Ağayev nəslinin fəxri atamı, bənzədirəm vaxtsız düşən yarığa. Qəhrəman atamı, igid atamı tapşırmışıq əzəmətli torpağa. Hər zaman fəxrlə söyləyəcəm mən. Damarımda axan qanım atamdır. Vətənim yolunda şəhid olanım. Canımdan ayrılan canım atamdır. Rəbbim məkanını cənnət eyləsin. Bir kimsə atamı almayıb bizdən. Qoy qızın sənin üçün şeir söyləsin. Səninlə hər zaman fəxr edirəm mən. Demək istədiyim başqa sözlər var. Bir də ayrıca olaraq götürürüm. Bir de ayrıca olarak teşekkür etmek istediğim biri var. Birinci sınıf məndən tutub mənə yazmağı öyrədən müəlliməm. Çox əziyyətimi çəkmişsiniz, çox sağ olun. Gəlin hamımız Zəhra balamızı ürəkdən bir alqışlayaq. Onun sevincinə, onun bu sevinç göstərdən hamımız şərik olaq. İnşallah sən də Aysu balamız kimi bizi sevindirəsən, universitetin yüksək pillələrindən. Nəinki Aysu, Nərgizimiz var, Aysumuz var, hələ qabaqda Nurlanlarımız var, necə gid oğullarımız var, sən də onlardan biri olarsan. Atan ruhu şad olsun, narahat olmasın, sən əmin əllərdəsən, anan yanındadır, biz yanındayıq, nənən yanındadır, sən bizim qürurumuzsan. Sən bizim əmanətimizsən, səni hamımız sevirik, Zəhra. Hamımız sevirik səni. Bir daha uğurlar, təbriklər sənə, Zəhra.